Herkese sağlam. Bugün yolumuz Lerikədir. Sevincgindən qərar verdik ki, gedək biraz dincələk. Uşaqları da qoymuşuq nənələrinin yanında. Özümüz cavanlar kruqu gedirik Lerikdə dincəlməyə, kafa dağıtmağa, türklər demiş. İndi gəlmişik Koroğluya, Bravoya. Buradan alış-verişimizi eləyəcəyik. Saat 9-da danışmışdıq. Sevincgil gecikirlər. Səs atmışlar ki, 15 dəqiqəyə çatacağıq. Biz də o vaxtacan dedik ki, gedək Bravoya, baxaq hələ nə var, nə yox. Onlar da gəlsinlər, alış-verişimizi bir yerdə eləyək. Koroğluda yerləşən Bravonu çox bəyənirəm. Demək olar, uzaq yola çıxanda həmişə gəlib buradan alış-veriş edirik. Nə istəsək tapırıq da burada. Bax, geyim, elektron əşyalar, qida, dönərə qədər var da burada. Bu suxarikləri sevən var. Mən məktəb vaxtımdan ən sevdiyim suxarit da demək olar. Çox mağazalarda olmur, olsa da bir növ olur. Fərqli çeşiddə tapmaq çətindir. Salam xanım, tuz istəmirəm. Bu keşişli yoxdur. Getmişim orada soruşuram, bir dənə qadın gördüm. Deyirəm ki, bu nədir? Yox, sorry, İngilis çıxdı. Təzə qayıdı göçlər. Qırış. Cafarı. Turp götürüm. Yeməyəcəyik. Salat eləyərik də maraqlı dənə bir pendirlə, zadla. Sən qoydular. Götürüm. Məncə götürüm də. Fərqli bir salat eləyərik. Bu okey. Bundan mı bilmirəm nə qədər, neçə dənə oldu? 1, 2, 3, 4, 5 dənə. Qırmızı soğan mütləq. Mutlaq. Bu yaxşıdır. Sən də xiyarı da yoxlayırsan. Öyrənin, bax. Sevincdən sizə lifehack, xiyarı seçəndə bir-birinə vurun. Numaralarını. Məncə Səhər yeməyini yeyəcəyik, kababı yanında yeyəcəyik. hə, düz. Salat eləyəcəm turpla. Qırmızı Limon. soğan götürdü. Götürdüm. Tuz götürmüsən. Yu. Yu. Güzel götürdü. Limon. Limon. Sən demişsən sardayım. Hə? Sardayım. Demişəm, bravo. Kör oldum. Gəlin ay bazar ölüyor. Gəlin mala qoymayı Sevincdən incilər. Varenalı, salatlı. Turşuluq, salatlıq, varenyalı. Yaylıq, qışlıq. Analar səhər saxlıq eləmir. Atalar da Soklarımızı bahar. Nə qədər tutulmuşuq? 437 manat. Hələ indirim də olub. Aydan bunu apar rulon kağıt. Salfet qayvəsi istifadə eləmək. Keyif var. Mama padruga gilə dərs oxumağa gedirəm. Bu ehtiyatla öz yanımda qoyamam. Və bizim yanımızda onlarsınız. Bir tər yox. Hələ də. Yerləşdi amma məndə. Yerləşdi bu da. İçəridə yerimiz yoxdur. Biz Sevinclə necə oturacağıq? Sevincin burası dolu. Burada mənim çantam. Bunlar belə. Bir dənə boş yer. Buradır. Güney Rumalına katıla bir sözünü geçiremedim karine. Rumalına katıla la ula sen de kalori bile etmeysin. Ula bu alem ulleyken. Bax belə dandı qarxıya səslərini gəlir, qabaqdır. Və gəldik çatdıq Lerikə. Düzünü deyim, məni tanıyanlar bilir ki, mən heç sevmirəm rayona gedib istirahət etməyi. Çünki həqiqətən rayonda, kənddə, dağda, çayda, bağda, meşəlikdə mən istirahət etməyi bacarmıram. Evdə otururam, dağı, çayı, bağı gəzmirəm. Bu da mənə, yəni evdə gedib oturmağı çox mənasız gəlir. Belə də yəni kampaniyadan maraqlı olanda, onlarla evdə istirahət edəndə hə, əylənmək olar. Rayonda dağ, bağ üçün sırf onun üçün gedə bilmirəm. Bilmirəm, bəlkə mən düz eləmirəm, problem məndədir. Rayona gəzməyi sevirsiniz, yoxsa mənim kimi siz də gəlib evdə oturursunuz? Gəldik, çatdıq Lerikə. Vloqa. Bəli, Aydan da öz kamerası ilə bugün
Və sabah 2 gün qalacaq, ömrümüzdə olacaq. Evdən də birazdan sizə göstərərəm. Çox qəşəng hava var. Daşını bizə gedək. Bizə nəsə götürək də, kömək eləyək də. Burada ancaq üz baxım məhsullardır, kosmetikadır. Artıq olan bir dənə var. Kofedir. O da mənə gətirib. Sənə deyərli bir şey gətirmişəm. Mən bilirəm nədir o. Pesok. Yox, o deyil. Bu arada Gedirəm, narahat olma. Get, narahat olma. Bu arada dünənləri Sevinclə danışırıq. Sevinç deyir ki, mən palto götürəcəm, belə sviter üstündən palto falan, belə soyuq olacaq. Deyirəm, nə danışırsan? Bir dənə balaca jilet götürdüm, qısa qol, bəsimdir də. Gəldik, gördük ki, yağış indi hamımız soyuqdan donuruq. Sevinç sevinir ki, paltom var. Buradır. Yəqin ki. Qaydarıq. Bura nə geçmişsiniz bana? Ya. Bura gəlmə. Yağışlar kamerada bəlkə görsənmir, əməlli yekik. Yaxşı. Ay Allah, bura biraz qaranlıqda çıxmayaq biz. Room tour eləmək lazım. İşte Paul. Adamın ayaqları qızınır. Uşaqlar getirib bura qoyublar. Mən sevdim buranı. Maraqlı ab-havası var. İndi bilmirəm şərait necə olacaq. Oha. Hara gedirsiniz xanım? Sən niyə qaldırırsan? Oğlanlar qaldırır da. Mənim ərim var. Sevincin yadına çıxıb ki, evlidir. Verirsən, get görək nə var, göstər bizə xanım. Gəl, göstər kendini. Biraz qaranlıqdır, işıq yanır. Qalx yanır. İnanırım ki, Sevinç qorxusundan daha birinci qabadı. Bura pilləkənlər biraz qorxuludur. Aysa. Hoş gəldiniz, buyurun. Baxın. Burada bir dənə tema var. O kravatları yetişdirmək lazımdır. Ayda. Ayda. Amma otaq balacadır. Yəni yatana gələcəyik. Yox. Əsas günümüz bizim aşağıda keçəcək. Mənzərə deyirəm. Çox qəşəngdir. Mənzərəsi süperdir. Aydan çox pisdir. Aydan mı? Aydan. Aşağı bax. Aydan. Aydan bu pisdir. Bunu ağın çıxardıblar. Yox, biraz yüngülləşdi. Başlanğıcda pisdir, biraz yüngülləşdi. Çünki əlim burada. Gəl. Niyə boysa? Feyca, mən tapdım yolunu. Dop. Salamadım burada. Düşə bilərsən. Jasmin kimi. Dənə. Nasıl ayaq sürüşür. Hə.